Rahim, əziz izləyicilər, son günlər regionda baş verən hadisələr doğrudan da çox ürək ağrıdan hadisələrdir, qəlbləri dağlayan hadisələrdir. Artıq dünya gücləri açıq-aşkar dünyaya meydan oxuyurlar və heç bir beynəlxalq qanunlara, heç bir hüquq və azadlıqlara, heç bir sərhəd bütövlüyünə məhəl qoymadan öz maraqlarına görə istədikləri yerlərə həmlə eləyirlər, istədikləri yerləri darmadağın eləyirlər. Bu bir daha onu göstərir ki, Amerika və onun belə deyək ki, köləsi olan İsrail, Amerika maraqlarına zidd olan hər bir məntəqəyə təcavüz eləyə bilər və onlarla istədikləri kimi davrana bilər və dünya ictimaiyyətini də buna susmağa vadar edirlər. Bu İsrailin İrana hücumu, Amerikanın İrana təcavüzü bir daha onu göstərdi ki, beynəlxalq qurumların, Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin heç bir funksiyası yoxdur. Onlar yalnız məzlum ölkələrə hansısa deyək ki, sanksiyaları tətbiq eləmək üçün bir işləri görə bilərlər. Yəni, Amerika, İsrail, İngilis cütlüyünün maraqlarına heç bir iş görə bilmirlər və bilsələr də onların gördüyü işə əhəmiyyət verən olmur. Bu bir tərəfdən. İkinci bir tərəfdən də, əziz izləyicilər, bu hadisələr çox şeylərə aydınlıq gətirdi. Mən şəxsən özümüzə, Azərbaycanımıza aid olan bir epizodu diqqətinizə çatdırmaq istəyirəm. Uzun illərdir millətçilik adı ilə, türkçülük adı ilə Azərbaycan ictimaiyyətinin beynini zəhərləyən media qurumları, bir çox deyək ki, siyasilər var ki, bu hadisələr onların iç yüzünü açdı və göstərdi ki, bunların millətçiliyi də saxtadır, Azərbaycançılığı da saxtadır. Bunlar konkret olaraq Amerika-İsrail cütlüyünün zəncirli kölələridir. Səidə Bəkir qızı, Zaur adlı Reaksiya TV, Lom Kamran, nə bilim, neçə belə media qurumları var, onların dırnaqarası ekspertləri var, o bir nəfər var, Cahandar, nədir bilmirəm, kimdə ağzı köpüklənə, türkçülükdən, panturkizmdən danışır, Təbrizdən danışır, nə bilim, Təbrizin dil azadlığı yoxdur, Təbrizin nə azadlığı yoxdur, bunlardan danışır. Bütün bu hadisələr baş verəndə, bütün bu türk dırnaqarası, türk təsibi çəkənlərin hamısının ağzına qıfıl vuruldu. Bir dənəsinin qeyrəti çatıb demədi ki, durub demədi ki, Təbrizimin başına düşmən od yağdırır. Bir dənəsinin qeyrəti çatıb demədi ki, Təbrizin başına İsrail od yağdırır. İki Təbrizli körpə canın itirdi, şəhid oldu. Dünyada bir dənə Yahudinin, İsraillinin, İngilisin burnu qanayanda fırladıb onu İran molla rejiminin üstünə atan bu ləyaqətsiz insanların bir dənəsinin qeyrəti çatmadı ki, günahsız türk uşaqlarını İsrail bombalayıb öldürdü. Və bunların iç yüzünü açdı. Əziz izləyicilər, bu media qurumları, bu internet mediası, bəzi dırnaqarası siyasilər, jurnalistlər, nə bilim, digər media qurumlarının iç yüzü budur. Bunlar haqqın düşmənləridir. Bunlar dinin düşmənləridir. Bunları nə fars şovinizmi maraqlandırır, bunları nə molla rejimi maraqlandırır, bunları heç nə maraqlandırır. Bunları maraqlandıran İsrailin marağıdır. İsrail son illərdə 20 milyon dollardan artıq Azərbaycan media qurumlarına pul xərcləyib. Həmən o puldan zəhərlənən bu insanlar millətimizi də satmağa hazırdır, mənəviyyatların da mənliyindən satmağa hazırdır. Mən yəqinən deyirəm ki, sabahları İsrail əgər Türkiyəni də vursa, bunlar yenə İsrailin tərəfində olacaqlar. Yenə də bir şey bəhanə eləyib İsrailə haqq qazandırmağa çalışacaqlar. Çünki bunlar özlərini satıblar. Bunlar üçün türk marağı, din marağı, region marağı, vətən marağı deyilən bir anlayış yoxdur. Səidə Bəkir qızı adında bir, mən xəcalət çəkirəm ki, o Azərbaycanlıdır. Belə bir informasiya yayır ki,
Naxçıvan İran tərəfdən İrana atılan bombalarla vuruldu. Ləyaqəti, qeyrəti çatmır ki, hətta yalan da danışanda desin ki, İsrail Naxçıvanı vurdu. Naxçıvanlılara yazırlar, belə bir şey yoxdur. Yalan deyir bu ifritə, yalan deyir bu Yahudi köləsi. Amma yalanı da deyəndə yenə ləyaqəti çatmır ki, həqiqi təcavüzkərin adını dilinə gətirə bilsin. Əziz xalqım, oyanmaq vaxtıdır. Bu insanları həyatımızdan silib atmaq vaxtıdır. Bunları ifşa eləmək vaxtıdır. Bunlara ciddi kommentlər yazmaq lazımdır. Bunların yalan məlumatlarını, bunların dezinformasiyalarını, bunların xalqları bir-birindən düşmən edəcək məlumatlarını ifşa eləmək lazımdır. Adiyyatı qurumlar belə katalizatorlarla məşğul olmalıdır. Bunlar gənclərimizi məhv eləyirlər. Bunlar gələcəyimizi məhv eləyirlər. Əzizlərim, Amerika və İsrailin maraqlarını təmin eləmək üçün heç bir sərhəd yoxdur. Onlar yeri gələndə sabah Azərbaycanı da vuracaqlar, yeri gələndə Türkiyəni də vuracaqlar, yeri gələndə Səudiyyə Ərəbistanını da vuracaqlar. Hər kəs ki onlara zəncirli kölə olmayıb, onlar vurulmağa məhkumdular. Cavad xanım belə bir gözəl sözü vardı. O buyurur ki, Çar Rusiyasının qoşunları Gürcüstana elə belə gəlməyib. Azərbaycan xanlarını bir yerə yığır və onlara deyir ki, Çar Rusiyasının qoşunu bura elə belə gəlməyib. Gürcüstandan sonra növbə biz xanlarındır. Birləşməliyik. Lakin indiki medianın, siyasilərin gününə düşmüş satqın xalqlar, xanlar Cavad xanı tək qoyurlar və sonra hamısı cücü kimi Rus qoşunlarının ayaqları altında tapdalanıb məğlub olurlar. Və bugün Azərbaycanı buna doğru sürükləyirlər. İslam dünyasını buna doğru sürükləyirlər. Bütün Türkiyə mediası, Türkiyə xalqı qalxıb ayağa, İraq xalqı, İordaniya xalqı, Fələstin xalqı, dünyanın hər yerində haqsevər var. Dəxli yoxdur Xristiyan, müsəlman. Hamı qalxıb İsraili, Amerikanı ittiham eləyir. Beynəlxalq qurumlarda Amerika ittiham olunur. Amma Azərbaycan mediasında İsrail-Amerika cütlüyünə bəraət qazandırılır. Utandırıcı faktdır. Adam bunlara baxanda xəcalət çəkir. Ayılmaq lazımdır əziz izləyicilər. Vəssalamu aleykum.